Yeni günden herkese salam. Bugün videomuzu Paşyol kantindən atıram. Yürüyüşə çıxmışıq. Bu səfər indi ilə gedirik. Qaz doldurasıydıq dedim, həm də gəl gedək biraz yürüyüş eləmiş olaraq. Neçə gündür evdəyik. 5000 addımdan sonra gəldik məkanımıza. Gəl, buradakı turşulara bax. İntihası açıqlarda var. Hə? Hə, gəl bir dənə qazı vuraq. Sonra da buradakı balaca geyim mağazasına giririk. Ona bax, orada da pişik var. Bugün nə qədər pişik gördük. Ürəyim nəfə istəyir. Baxaq görək varmı. Bu görək. Buralarda olur elə. Yesin o tərəflərdə. Dondurulmuş burada. Tapdım, hətta bunun içərisində özünün şərbəti də var. Şərbət olmayanda adama əlavə əziyyət olur. Amma bu yaxşıdır ki, qoysam bir şey, şərbətini də töksən içinə və salam. Həmişəki kimi indi ilə gəlmiş isə ərən götürürük. İndi bir laktiya çıxılır. Bunlar mı? Başırlar mı? Gündəliyə yaxşıdırlar. Ən sevdiyim yaxşıdır. Elə bir üstündə özündən ləkələri. Mən ona... Qara mı? Bu yaşılda bir şey. Ağ yaxşıdır. Hamısı qəşəngdir. Burada bir şey yoxdur. Çox qəşəngdir. İnci hamısı bir şey. Hamısını belə adamın ürəyinə yatan rəngini qoyur. Nerede şey? Bunun için tabak hazır bir seçimi var. Bir satılsa adam bir götürür. Bir ben özüm için tabak Bildirden bir satılır mı? Ancak çok yaygın ki bu bunların bir birlik qiymətdir. Və 6.90. Bizim ya. Böyle 14 gün. $14 manatdır bu. Qızılısı qutarıb şey qalır. Gümüşlüsü qalır hamısı. Teşekkür. Bunlara bakın. Allah köşe gelirse. Hangi şam var? Şam var mı? Ha. Var mı çekin? 10 manatlı şam var. İçin kısa da var. Böyle bir şey. Adamlara da var. Ne bileyim. Olsa bile ağır kokmuyor şeye koyar. Nergis'in günlüğü. Menü yedi de gündelik ne pişirsen o yazsan. Sence ben hansından alırdım? Bundan mı bundan mı? Sen bundan vardın. He, ne bildin? Bilmiyorum daha ne? Harada mı? Gel gidelim. Bahçeye koyuyorlar. Ha, Sen gül açmaya var ya. nerede? Şaşır. Ne yapacağım? Ne yapacağım? Gel şeyler. Hı? Evet, Netice değil. Yok. Ama almaram ben bunu. Yumuşak değil. Kim alır? Bir hediye almalı var. Yukarıda da var. Netice 12 manat.
Hepsini ne içilir? Çay. Çay. Merced. Çok soğuk. Bu mu değil? Şöyle. Manifestdir. Onun için var. Heç nə yoxdur. Buyur. Ha. Belə şeydir də. Amma mən sizin havası olsa bunun pişirilsin götürərdim. Ama Şüşədir. Bunlar alasan, sonradan ayaq qoyasan altına. 11 manatdır. Nə? Nazikdir, amma incədir bax. Şəkillər. Buna bir dənəsi 6.90. ama yaxşı bir olmaq için yaxşı. O da fakir. Bundan söylüyorsun. Çok teşekkür ederim ama Süt zat içməkdən ötürüdür. ben bunu şey için sarıyorum. Nə kimi? Süt içiyorum. Çok teşekkür ederim. Bunlar hamısı olsun. Hepsini götürün. Koltukdur. Ben yaxşı şey yapacağım. Danışdım. Ne gidiyor işte? Çok teşekkür ederim. Hiçbir şey yoktu. Birinci geçerli yaxşı yapmışsın. O sənə boyda mərci çə bilərsən. Çox mərc yükədir. fikirləşirəm. Sənin də sevdiyin mərci deyil, ancaq mərci. 1.90. 1.90'dır bir dənəsi. 1.90 da aynı. O da var 1.90 yazır. Bunlar yaxşıdır ki. O besilər geçir. Əvvəl bunlar yox idi. Nə gözəldilər. Ha, əvvəl deyirəm bunlar yox idi. Ha bax bu. Yavaş əl mesela. Yağdanlıqlar. Çok güzel. Bu limon sıxırsan sonra götürərsən. Limon sıxırsan. Bunlar neçədir? 35 manat. Amma ki pendir qabıdır da, o da böyründə bıçağı var. Neçədir? 20 manat. Çantalı gətirdim. Ha, Bu da 3.90. Daha indi. bu da. Bu çox dikkat bu. Sunumluqdur da. Çox teşekkür ederim ama almayacaqsa. İnci bunun üstünü tərcümə edin. Bir dənə çevirin. Bunlar yığışdırılır. Qalmışdı. Hə, Endirmə düşmüşdü. kassanın yanında, hə, bəli, qalmışdı kassanın yanında, indirimdəydi. Neçədir bu? Qiyməti yoxdur amma. Qəşəkdir. Soft göstərir. Bundan 10 manat. Bir soft yeri soft nasıl? Gedək, bilmirəm. Gəl bəsdir. Təzə güllər gətirdilər. Bunu bir şeydir. Amma yox, yaxşı görünür. İndi bax, məsəl üçün təsəvvürünü gətir, bir dəfə əlcək taxırsan. De, hə. İndi dırnaq uzun olanda heç də onu taxırıq. Amma belə normalda bir dənə əlcək taxırsan, hiss eləmirsən əlinin şirə olduğunu, yapışqan olduğunu. Ya da ki, mayonezi zada bulaşır, onun mayonezi, bunun mayonezi. Əlcəkdir, avtomatik özünün pis hiss eləmirsən, yumursan, düzdürmü? Amma ki, şeydə, nədə? Əlcəksiz lap pisdir. Amma əlcəyi taxır, heç nə hiss eləmir. Əlini hər yerə vurur. Amma əl açıq olanda, hə, əlcəyi hər adamda bir dəfə dəyişir. Əlcək demişkən, ayıncı mən əlcək alası idim. Hər adamda bir dəfə dəyişəndə sən deyəndə, nə bax, pişiklərə bax, 2 dənə doğurdu. Hər yer dolu pişikdir. Hava xoş keçirdi. Pişiklər bu il çoxdur. Amma əlcəksiz olanda şəxsən. Kimdir? Ayağını şöyle gətir.
danışaq sonra deyim. Hə. İndi sən deyirsən dönər istasının əlcəyi yoxdur. O da düzdür. Əlcək işlətməlidir. İntihası orasındadır ki, o usta bir dəfə əlcək taxır axıra qədər də ondan gedirdi, dəyişdirmir. Hər dəfə dəyişdirsə, düzdür, əlcəkli yaxşıdır. Xanımlar, siz nə fikirləşirsiniz? Əlcək söhbətinə. Əlcəkli yaxşıdır, yoxsa əlcəksiz? Məncə, yəni amma o Dönər olanda əlcəksiz insanla dönər almaq daha gigiyenik olar, yoxsa əlcək işlədən? hə, Məncə əlcək olan. məncə də əlcək olan intihası, buna pişiyin bir dəfə də. İntihası o əlcəyin dəyişmir səhərdən axşama qədər. İndi baxaram neçədir. Özlərindən soruşuram. Deməli, Arazdan künəfəni götürdüm. Vurdurdum 2 manatlıq künəfə, gəldi 4 manat 50 qəpiyə. Qaytardım onu yerinə, götürmədim. Bu idi, bu künəfə idi. Bir də belə var. İkisini də soruşum qiymətini görüm hansı şeydir. Düzdür, eyni dadımır, amma elə də fərq eləmir. Əsas bişirməkdən asılıdır. Bir dəfə Nəmiş xalanla getdik, oturduq, bişirməmişdilər. Çiğ idi. Heç yaxşı dadımırdı. İndi bunlara baxaq görək hansının qiyməti neçədir. Ürəyimizə yatağını götürək. Bu Arazda 4.50 idi. Görək burada neçədir. Künəfənin Arazda olan yox, digər tərəfdə Rubayevdə olanını götürdük. Burada da 4.30 idi. Orada 4.50 idi elə. Bu binanı da çəkim sizin üçün yadigar qalsın. Bu binanı uçurduq, yerində yeni binalar tikmək istəyirlər. O gün bunun altına salona gəlmişik. Orada deyirlər ki, bu bina uçurulasıdır. Amma o şeydir da, təhlükəli vəziyyətdədir. Uçmalıdır əslində. Hə, gedək. Sən künəfə xoşduysan necə? Vaqiflə mən yeyirik. Dondurma mı? Niyə yadıma salmayın? Qaydaq dondurma alaq. Pişiyə yemək verəndə pişik mırıldanır. Onda deyir, öz istədiyin duaları eləyirsən, qəbul olur. Hə, olar. Qutko da mən nə üçün göstərir? Pişik özü mırıldayanda deyir, təkcə olur. Mırıldayanda frekans yayır da o yan bu yana. Gedək. 8000 addımı tamamladıq. Gedək evimizə. Dualar pişiyə də lazımdır. İnci ilə gəldik Pasyolkadan. 1-2 saatda vaxt keçdi. Məndən xəmirim var. Daha doğrusu 2 gündür. Dedim onu gətirim xəncər edeyim, tənbəl tədbiri. Biraz ət çəkdim. Ətlə soğan qovurum qiymə üzəri üçün. Ayrıca soğan da qovuracam, yağ soğan yəni. Onda daha ləzzətli olur. Mən əvvəl tək-tək eləyirdim. Ya qiyməli olurdu, ya yox soğanlı olurdu. Amma indi ortasına qiymə, kənarlarına da yağ soğanlı yağdan tökürəm. Baxıram ki, çox ləzzətli olur. Onu da oturduğumuz yerdə yedik. Bacımla el eləmişdilər. Burada da su qoymuşam. Acıdılar. Elə həm içərisində yuyulsun, həm də suyun içərisində biraz qalsın. Acılığı keçsin deyə soğanları doğradım. Dekalivi gəzdik, gəldik. Neçə vaxt idi? 2 dəfə söz vermişdim bir xanıma ki, boş qapıları çəkərəm. Amma imkan olub gedib çəkə bilməmişdim. Ona görə boş qapıları çalışdım çəkəm qiymətləri ilə birlikdə. Xanımlar 6 dənəsi 39 manat idi. Hər hansını götürsən düz boş qap, kasası ya o birisi deyəsən elə idi də 639 manat yazılmışdı. Gəldik oradan, dediyim kimi hazır xəmirim var idi, ondan xəncəl hazırladım. Bir də bu arada bura kimi izləmişsinizsə videonu bəyənib rəy yazmağı unutmayın. Yenə videonun montajını sonuna saxlamışam. Bugün 26-sıdır. Siz də bugün bu videonu izləməlisiniz. Dedim montaj eləyim, saat 10-a qədər inşallah çatdıraram. Çox vaxt çatdıra bilmirəm, biraz geçir videonun vaxtı. İnşallah bugün yəqin ki çatdırarıq. Çatdırım. Sonra gedəsi yerimiz var. Dedim tez montajlayayım, yükləyim, görək necə olur. Yaydım, doğradım, təpitdim xəmirləri. Bizdə yoldaşım xoşlayır təpitmə xəncəli. Əslində mamagildə biz təpitmirdik, elə belə də eləyirdik. Ləzzətli də olurdu. Bu sadəcə bilmirəm niyə təpitmə sevir. Təpitdim lavaşları, xırda-xırda doğradım. Hələ bir dənə də kündəm qalıb, onu da yenə qoydum. Onu da yenə qoydum soyuducuya. Nə vaxtsa onu da yenə yayıb bişirəcəm. Soyuducuya salafana qoyanda bir şey olmur, yəni xarab olmur.
Buzluğa qoyanda vəbşi çox qalır. O günkü şirniyyatdan da yenə bir dənə gündə qalıbdı. Amma istəmirəm eyni şirniyyat bişirim. Baxıram görüm başqa nə şirniyyat hazırlaya bilərəm. Az pesoklu xəmirdən. Hələ ki baxıram. Tapsam inşallah hazırlayacağam. Amma o külah tatlılar da çox ləzzətli idi. Uşaqlar xoşladılar, yedilər. Düzdür, mən yeyə bilmədim. Nəyə görə onu da deyim. Ağzıma nə alsam yenə jok verir. Hələ ki müalicəyə getməmişəm deyə. Nə alıram, hər şey jok verir. Bir dənə sudan başqa. Ona görə tam yeyə bilmədim. Suyum da qaynayır. Tökdüm belə xəncəllərimi. Bu təpitməyə bir şey yaxşıdır ki, bir-birinə yapışmır xəncəllər. Hələlik xanımlar, bilirəm bugün biraz qısa oldu videomuz, amma yenə də olsun. İnşallah sevərək, bəyənərək izlədiniz. Videosuz qalmaqdansa 17 dəqiqə də olsa məncə yaxşıdır. Yəni videosuzluqdan daha yaxşıdır. Videonu bəyəndinizsə bəyənib rəy yazmağı, bir də mənə dəstək olmaq üçün videonu sevdiklərinizlə, rəfiqələrinizlə paylaşacağız. Sevinərəm. Hələlik sağ olun, sağlıqla qalın, Allaha əmanət olun. Çalışım gərək o birisi videonu daha uzun tutum. Çünki bu niyəsə qısa oldu. Elə bilirəm çox çəkmişəm. Amma çox çəkməyibmişəm. Hələlik öpürəm hər birinizi gözəl bacılarım. Sağ olun.